Bu Elifin birin suallarına bir dənə baxaq. Hamısını kim nəyi yeni başa düşməsə mənə şəxsiyə bildirsin. Keçən dəfə də bir hardasa 7-ci suala qədər gəldik. Yenə də iştirak eləməyənlər üçün bir daha təkrar gedək. Boş stəkanda soda götürüb, evdə də hər halda bunu analar eləyəndə görmüşük. Üzərinə limon əlavə edəndə ayrılan qaz sözsüz ki, karbon qazı olacaq. Burada birincidə variant B variantı olur. İkinci sualda canlı orqanizmlərin 93%-nə əsas. İndi baxarsınız ki, burada kalsium da var sümüyümüzdə, amma o az miqdardır. Əsas bizdə təşkil edir karbohidrat, zülal, su, yağ. Bunlar da təşkil olunur hansı elementlərdə? Karbon, hidrogen, oksigen, karbon, hidrogen, yəni əsas su içirik. Suyun tərkibi hidrogen, oksigendir. Belə yadda saxlayın. Karbon bütün üzv maddələrdə var. 1, 3 və 5 A variantı. Doğru variant. Kalsium və fosfor az miqdardadır. Amma əsas karbohidrat, zülal, yağ və su insan üçün lazım olan qida elementləri bunların içərisindədir. Üçüncü sualda şəkildə baxırıq ki, 2 eyni atom birləşməsi var və bir fərqli atomu 3 yenə də eyni atom birləşməsi var. Burada A variantında hidrogen və karbon qazı verilib. Həmişə birinci qeydiyyatımızı aparın. Hidrogen, yəni bu boz rəngi hidrogenə verə bilərik. Çünki ikisi də eyni atomdur və eyni rəngin birləşməsidir. Amma karbon qazına baxsaq, karbon qazına bir karbona 2 oksigen birləşib. Yəni burada əslində 3 dairə görməliydik. Amma ikincidə baxırıq ki, bir göyə 3 dairə birləşib. Deməli, mən tərkibində 4 element olan atomu tapmalıyam. Ona görə də A variantı çıxır. Karbon qazı C variantında da var, çıxır. Məndə qalır amonyak və hidrogen, azot və amonyak. İndi burada uşaqlar çaşa bilər ki, amonyak verə bilərik. Bir azota 3 hidrogen. Baxın, göy olsun azot. Bu içəridə daxildəki göy olsun azot. Boz rənglər isə olsun hidrogen. Bu da hidrogen, bu da hidrogen, bu birisi də hidrogen. Yəni NH3 düzəlir. İndi boz rəng əgər hidrogendirsə, buradakı boz rəngində H olacaq. Yəni bu da hidrogen. Amma burada artıq azot verilən səhvdir. Çünki azot olsaydı, gərək o ikisi də göy rəngdə olardı. Ona görə doğru variant burada B variantı. Keçirik 6-cı suala. 6-cı sual şirniyyatların hazırlanmasında xəmirin şişirdilməsi üçün çay sodası, natrium hidrokarbonatdan istifadə olunur. Yəni keçən dəfə uşaqlardan şəkər tozu, bəli, şirniyyat hazırlayanda şəkər tozu, amma şəkər tozu dadın şirin eləmək üçün vurulur. Amma xəmirin şişirdilməsi üçün çay sodasından istifadə edilir. Keçən dəfə məni ən çox əsəbləşdirən 7-ci sualın əksəriyyətin ləng, hətta ən asan iyonda elektron sayının tapılma qaydasıdır. Buna mən baxdım ki, hələ də çaşan şagird, yəni Elifimə əgər gedən şagird bunu tapa bilmirsə, bu mənə çatmır ki, bu nə demək oldu, mənə çatmır. İndi mən burada PO4 3 mənfi iyonu üçün elektronun hesablanmasına baxaq bir daha. PO4 3 mənfini yazıram. PO4 3 mənfi iyonudur. Və burada kənarda mənə verir 15, oksigeni verir 8. Bir daha deyirəm, sol aşağı da yazılan elementin həm proton sayıdır, həm elektron. Çünki proton sayı elektrona bərabər. Yəni birbaşa proton qeyd edilir bura.
proton da neçədirsə, o da bərabərdir elektron. Yəni, sol aşağıda nə görürsənsə, o sənin protonun göstəricisidir. Və proton da zaten elektrona bərabərdir. Ona görə 8 proton varsa, deməli sənin 8 dənə də elektronun var hesab olunur. İndi burada bizdən deyir ki, burada elektron sayını hesabla. Mən bir daha bilmirəm, bəlkə neçə dəfə demişəm, heç sayını bilmirəm. Amma hələ də görürəm ki, çatmayan, bunu hesablaya bilməyən, hesablamada çətinlik çəkən şagirdləri görəndə əsəf gəlir mənə. Bilmirəm, izahda hara baxırıq, mən başa düşmürəm. İndi PO4-də birinci gəlir fosfor. Bax, fosforu ayırdım. Fosfor haqqında mən dedim ki, ümumiyyətlə, iyonda ən çox istifadə olunan, yəni protonda da, elektronda da istifadə olunur sol aşağı. Çünki proton elektrona bər. İndi məndən elektron soruşur. Burada deməli, fosforun 15 protonu var. Deməli, 15 dənə də elektronu var. Fosforun sayı isə sağ aşağıda. İndi sağ aşağıda fosforda heç nə görmürəm. Deməli, fosforun sayı 1-dir. Bir dənə fosforda da 15 elektron var. Üstünə gəlirəm, keçid alıram digər oksigenə. Görürsünüz, ayırdım. Oksigen sol aşağıda 8 yazılıb. Sənə verib onu. 8 protonu var. Deməli, 8 elektronu da var. Amma sayı 4 ədəddir. Bax, görürsünüz, burada sənə 1 oksigen üçün verilib. Burada sayı 4-dür. 8 vurulur 4-ə. Eləyir neçə? 15 üstə gəl 32 dayandım. İndi bunu əgər səndən proton sorursaydı, deyərdim ki, bu elementin 47 protonu var. Bərabərdir proton. Amma səndən elektron soruşur deyə mütləqdir ki, yenə də deyirəm, bu çıx 3-ü bura götürüb çıx 3 yazan şagirdlər var. Mən yenə deyirəm, bu çıx 3 o deməkdir ki, elektron qəbul olunur. İndi üstünə də 3 gəlirsən, eləyir 50 elektron. Əgər işdir, neutron sayını sorursaydı, sənə mütləq burada kütlə də verir. Bura verir 31, bura verir 16. Tapırsan neytronu, 31-dən 15 çıxırsan, 16 neytron. Yenə qayda eynidir. 16 neytron fosforunda yazıram 16, üstünə gəlirəm. 16-dan 8 çıxıram. 8 neytron oksigenindir. Amma say 4-dür. 8 dəfə də 4, 32 bərabərdir. 48 neytron var. Yenə deyirəm, yükdən ancaq elektron hesablamada istifadə olunur. Çıxdısa üstə gəlir, üstə gəldisə çıxılır. Proton və neytronu yükə qədər gəl, dayan. Yəni, yük istifadə eləmə. Mən də bunu əgər eləyə bilməyən varsa, deməli, heç əziyyət çəkib o RF-imə mən məsləhət bilmirəm getməyin. Əgər inciyirsinizdə, inciyin sözünü. Deməli, burada biz neçə tapdıq? Elektron 50. Bunu da başa düşməyən, valla, düzdür, yenə demirəm, hər səviyyədə şagird var. Amma RF-imə hər halda seçib göndəririk də. Seçilib gedirsinizsə, biraz məsuliyyətimiz digər şagirdlərdən bir pillə heç aşağı deyil. Bir yol, laf zəifləri demirəm. Digər şagirdlərdən üstünlüyümüz olmalıdır. 8-ci suala baxırıq. 8-ci sualda civənin termometrdən istifadə olunması. Civə metaldır, maye metaldır. Termometrdə niyə istifadə olunur? Biz dedik ki, metallar istidə genişlənir, soyuqda S hərfi sıxılır. S, elə yadda. Əgər çaşırsan ki, ay Allah, soyuqda nə olurdu? Soyuq S, sıxılır S. Yəni, daralır da, balacalaşır. İndi bu civə də genişlənir ki, özünə yer tapa bilmir, qalxır yuxarı. Ona görə istidən genişlənmə aid olacaq 3-ə A. Elektrik keçiricilik, naqillər, elektrik keçiricilik təbii ki, naqil hazırlanmada istifadə olunacaq. Alüminiumdan naqil kimi istifadə olunması. Yəni, elektrik naqillərinin istifadə olunması elektrik keçiricilik qabiliyyətidir. C. Wolframdan elektrik lambalarının, spirallarının hazırlanması. Bu, yox, Wolframın
daha yüksək temperaturda ərimə xassəsidir. Plastiklik baxaq, müxtəlif forma, bəli, əşyalar hazırlanır. Görürsüz, deyirik dəmirdən, tutaq ki, polad hazırlanır. Poladdan, çuğundan da müxtəlif formada əşyalar hazırlanır. O da, yəni metalların plastiklik xassəsidir. 1-ə aid olur B. D, C, A, B variantı. İlk 8 sualı atdım. İzaha baxın, yenə deyirəm, başa düşməsəz mənə şəxsiyə bildirişinizi verin.